Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Allahın gözəl, mübarək və bərəkətli Ramazan ayını yaşayırıq inşallah. Və bildiyimiz kimi bu ayın özünə məxsus xüsusi bir vacib əməli var ki, oruç tutmaq. Və orucumuzu açan zaman, yəni iftar etməyə hazırlaşan zaman bildiyimiz kimi bir duanı deyirik. O duanın adı iftar duasıdır. Əfsuslar olsun ki, bu dua deyilən zaman səhv etmə ehtimalları olur və yaxud bəzi şəxslərdə bu duanın tərcüməsini bilmədiklərinin şahidi oldu. Və bildiyimiz kimi Quran-ı Kərimin ayələri və yaxud dualar daha insan o duaları sanki edir və özü də sanki yaşayır. Nə vaxt o duanın tərcüməsini biləndə daha da gözəl olur. Və bunları nəzərə alaraq düşündük ki, inşallah bacardığımız qədər əlbəttə bu duanı yazdıq və kəlmə-kəlmə oxunuşunu və tərcüməsini siz əzizlərin nəzərinə çatdırmağa çalışarıq. Allahümmə, Allahım, ləkə, lə burada ön qoşmadır, üçün mənasındadır, amma başqa mənaları da var. Kə isə əntə, sən deməkdir kişi cinsində. Onun bitişən şəxs əvəzliyi isə olur kə isimlərdə. Deməli, Fatihə surəsində də biz rast gəlirik ki, İyyəkə, iyyə yalnız deməkdir, kə isə sənə, yalnız sənə. Burada isə ləkə olur sənin üçün. Allahümmə, Allahım, ləkə sənin üçün, sumtu, sumtu oruç tutdum, yəni mən şəxs əvəzliyinə özümə sanki tək dua edirəm. Amma bu qırmızı qələmlə göstərdiyimizdə sumnə ümumi, yəni oruç tutduq bu cür bir mənaya gəlir. Allahım, sənin üçün oruç tutdum və yaxud oruç tutduq. Və alə rizqikə, kə burada yenə bayaq dediyimiz kimi bitişən şəxs əvəzliyidir. Sən, səni, sənə işləndiyi yerdən asılı olaraq dəyişirilir. Burada da sənin ruzinlə əftartu, iftar etdim və yaxud əftarnə, iftar etdik. Cəm. Sonra və aleykə, alə üzərinə tərəf, kə yenə də sən, sənə, təvəkkəltu, təvəkkül etdim və yaxud təvəkkəlnə, təvəkkül etdik. Təvəkkül etmək yəni güvəndim və yaxud güvəndik. Sonra yə xitabdır, ey deməkdir. Vəsiə geniş deməkdir. Məğfirat, yə vəsiəl məğfirati, yəni ey bağışlaması, bağışlamağı geniş olan. İğfirli və yaxud İğfir lənə, məni bağışla, burada da bizi bağışla. Ümumi oxunuşuna yenə də bir diqqət yetirək. Allahümmə ləkə sumtu və yaxud sumnə və alə rizqikə əftartu və yaxud əftarnə və aleykə təvəkkəltu və yaxud təvəkkəlnə. Yə vəsiəl məğfirati İğfirli və yaxud İğfir lənə. İndi tərcüməsinə də ümumi diqqət yetirək. İftar duası. Allahım, sənin üçün oruç tutdum və yaxud oruç tutduq və sənin ruzinlə iftar etdim və yaxud iftar etdik və sənə təvəkkül etdim, güvəndim və yaxud təvəkkül etdik, güvəndik. Ey bağışlaması, bağışlamağı geniş olan, məni bağışla və yaxud bizi bağışla. Allahdan arzu edirik inşallah qıldığınız namazlar və tutduğunuz
oruçlar inşallah uca Allahımız tərəfindən qəbul olunsun və bu Ramazan ayını sizlər üçün Allahdan arzu edirik ki, mübarək bir ay olsun. Günahlarımızın bağışlanmağına səbəb olan bir ay olsun inşallah. Çalışaq bu ayda çoxlu dualar edək, namazlar qılaq, ələlxüsusən Qurani-Kərimi çoxlu oxuyaq inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.